Video hoş geldiniz. Bu iki videomuzda sizinle birlikte belə bir integral formatı yazacağıq. Bu integral formatı direkt integral adlandırılır və fizika və riyaziyyat üçün çox önəmli bir mövqedə durubdur. Çünki biz buna baxan mikroelektrodinamikada singulyar eşya delta köməyi ilə sualı həll edərkən belə bir integrallar ortaya çıxmışıq və hətta ki Green teoremi var. Green teoremində reziddəki Green teoremini qarşıdırmayaq. Orada da potensiallar fərqli, potensialı hesablayanda Green teoremi 1/r minus r0 bu integral köməyi ilə tapırıq. Orada əslində bu köməyi deyil, integral açanda belə bir integral var yerdə. Bu integral necə həll olunur? Çünki burada baxanda zaten görürəm ki, sinus x bölü x. Bunu bir şey əvəzləməyə çalışsam, məsələn sinus x-ə u desəm, onda aşağıda arc sinus qalmış olar. Bu da yenidən bir fərqli bir inteqralda çıxar və biz bunu həll edə bilməliyik. Onun yerində başqa bir teori bilmək lazımdır. Hansı teori olsun və ya hansı metod olsun? Əlbəttə ki, Feynman tekniği, Feynman metodu. Feynman metodu nə deyirdi? Buna hər hansı bir e üstü mənfi alfa x və yaxud da ki alfa, yəni e üstündə bir qüvvət şəklində yazılır, içəriyə əlavə edirik. Və bu şəkildə əvəzləmə apararaq funksiyanın imaginary və yaxud da ki real hissəsini götürərək hesablaya bilirik. İndi bunu belə çevirək onda, deyim ki, belə olsun. İntegral sıfırdan sonsuza e üstündə mənfi bir dənə dəyişkən əlavə edək, alfa x. Buraya da sinus x bölünsün x dx. Baxın, buraya diqqətlə baxdığımızda görürük ki, burada alfa x dx götürüldüyü. Biz indi Feynman tekniğindən istifadə edəndə buna biz bir i alfa deyirik. Biz burada alfaya görə xüsusi bir teorem almış oluruq. Xüsusi bir teorem alanda görürük ki, x-lər ixtisar edir. Çünki bizə burada nə idi problem o? Çünki biz sinus x-i hesablaya bilsək də, burada x bölək olduğu üçün hesablamaq olmurdu. X aparmaq üçün də alfaya görə teorem olmaq lazımdır ki, bu x sadələşib aşağı bir dəyişkən olmaq qəbul olunur da burada. Artıq bu sabit bir götürülür alfaya görə. Onda x-lər ixtisar etmiş olar. Və burada alfa nə olmalıdır? Alfaya diqqət eləsək, bu funksiyaya çevirmək üçün bu funksiyaya çevirmək üçün alfanın 0 olması lazımdır və 0-a sağdan getməlidir. Yəni bunu belə deyə bilərəm. Limit alfa gedir 0-a sağdan, sağdan da birisi, yəni sağ tərəfdən 0-a yaxınlaşır. İntegral 0-dan sonsuza üstündə mənfi alfa x sinüs x bölünsün x dx. İndi biz alfaya görə xüsusi bir teorem almış olaraq, indi buradan alfa teoreməsini alaq. Buradan integral sıfırdan sonsuza x-ə bağlı bir şey dəyişməməlidir və sözdə bir mənfi üstündə mənfi alfa x sinüs x dx. Funksiyamız sinüsdəndir. Yəni bu sinüsə baxaq indi. Bu sinüs x-imiz nədir burada? Sinüs x-də bilirik ki, iki sənə fərq izah etmişdim bunu. Üstündə mənfi x bərabər kosinüs x plus i sinüs x. Baxaq görürük ki, sinüs burada imaginary, yəni xəyali hissənin qanadakı funksiyadan ibarətdir. Yəni onda bunu imaginary üstündə mənfi müsbət x şəklində götürə bilərəm. Müsbət şəklində götürə bilərəm. Onda nə olmalıdır bunda integralın cavabı? İntegral mənfi sıfırdan sonsuza. Əslində mən bunu Laplace terminindən hesablaya bilərdim. Laplace terminini yəqin bilirsiniz, hətta kanalda izah etmişdim. Belə bir funksiyonda bunu ümumiləşdirmiş şəkildə yazırlar, belə integralları, bunu bənzər integralları xüsusiləşdirib yazardılar. Biz sadəcə ispat etmək üçün bunun tam dəqiq yolunu gedib. Üstündə mənfi alfa x imaginary üstündə x dx. İndi funksiyanı tam dəqiq hesablamaq üçün mən bu gördüyünüz i-ni qanala keçə bilərəm. Yəni onda mənfi imaginary sıfırdan sonsuz üstündə üstləri toplasam mənfi alfa x plus x dx. Bu integral formatı bəs necə həll olunur? Bu integralda hesablayaq, mənfi imaginary üstündə mənfi x alfa minus i dx şəklində. Sıfırdan sonsuza integral yazmışdım yəni. Bəli yazmışdım. Şimdi buradan aşağıdan nə çıxmış olur? Alfa minus i, yuxarıda 1, qabağında mənfi imaginary işarəsi. Bu xüsusi teoremi aldığımız şərtdən çıxmış oldu. Şimdi bizə imaginary tərəf lazımdır. Onun üçün bu aşağıdan da qoşmasını, yuxarıdan da qoşmaya vurmalıyam. Yəni mənfi c aşağısı a kvadrat plus 1, çünki qoşması da var. Yuxarısı a plus i. Bizə burada nə lazımdır? Bunu da belə aparaq. Mənfi imaginary hissəsi
a kvadrat plus 1 parçalayaq a plus i bölü a kvadrat plus 1. Bu hissəsi bizim real hissəmizdir. Buranı 0 götürək. Bunun da hissəsi bu tərəf, birli olan hissəsi, yəni mənfi 1 bölü a kvadrat plus 1'dir. Bunun integralını təzən alfa integral aldığımızda integral gətirib bunun hər tərəfimizi sonsuz qoyduğumuz görə ki, funksiya sıfıra çevrilir. Funksiya sıfıra çevrilirsə, arc tangensin düsturda bu integralı integral sıfırdan qoymayaq. Arc tangens yox, integralın cavabı arc tangens x bərabər integral a kvadrat plus 1 d alfa. A'dır bu, alfadır bu. Arc tangensin yəni sonsuz qoyanda pi bölü 2'də almış olur. Yəni aldığımız bu plus buradakı c, burada minus işarəsi idi. C bərabər pi bölü 2 çıxmış olur. C pi bölü 2'dir. Bunu aldığımız integralın cavabını gətirib pi bölü 2'ni də yerinə qoysam, eyni şəkildə də funksiyada alfa nə idi? Cavabdan baxın indi. İntegral sıfırdan sonsuza sinüs x bölü x bərabər oldu mənfi arc tangens alfa plus pi bölü 2. Pi bölü 2'ni tapdı, sonsuz yerine qoyuyor. 0 verdi bu funksiyaya. Onda sonsuz arc tangesini sonsuz qoyanda pi bölü 2'də verirdi. Onda c'miz də alfa təzən bunu integralladıq çünki. Alfamız deməli, c'miz deməli pi bölü 2 imiş. Təzən mənfi arc tangens alfa plus pi bölü 2. Burada alfamız 0 olduğu için burası da 0. Onda integralımız buna çevrildi. Yəni deməli bu boyda integralın cavabı əslində pi bölü 2'yə bərabər olmuş. Bu videomuzda burada da rəqəmləri görmək istəyirsiniz, kanalıma abunə ola bilərsiniz. Sağ olun.